Bugün sizlere hele bir resept diyeceğim ki cəmi 4-5 dəqiqə vaxtımızı aparacaq bunu hazırlamağa. Mən hər çəkiliş eləyəndə milyonun itdiyi tutur, yerdə başlayır gəzməyə. Necə balaca itlər olur, evdə saxlayırlar ha. Bu bizim də balaca itimizdir. Gəl bax görüm. Deyim bu oğlum mən. İçsən? Gəl. İç, içsin balam, iç. Süş yanmışdı baba. Yemeği qabı ayrıca videona baxanlar yani bilirlər ki, bu milyonun qabıdır. İçində faydalı yeməkləri olur. Qısa formada deyim ki, Meli bizim həyətdə yuva var. Balalayıb uçurdular da. Bir dəfə də yenə elə balalayanda uçub getdilər. Meli qalmışdı. 3 gün idi, soyuq idi da hava. Qalmışdı. Yazımız hər gün güdürdü ki, pişizad gəlməsin də ora. Dedi ki, əgər gəlməsə götürəcək. Uşaqların da ürəyindən oldu. Baxdım ki, balam tükdü orada. Tıqqışı tüklərə demək olar ki, tıqqılı idi. Yəni 7 günlük idi. Baxın göstərir ki, yuxarı, yəni xalacenk üstündə oturur. Oranı göstərir. İlk günündən də pambıqda saxladıq. Balam pambıqda qalmışdı. Korobkada isti-isti saxlayırdı. Sonra əlimizə elə də öyrəşdi, bizə öyrəşdi. Hara gedirik bir yerdə gəzirik. Yəni onu qoyaq evdə, gedək, mama gildə qoyum, çıxım gedim. Elə bir şey yoxdur. Uşağımız kimi o bizimlədir. Yəni bizsiz qalsa olmaz da quşlar küsür. Yəni onlar da küsürlər də. Biz ona o qədər öyrəşmişik ki, evə uşaqlar gələndə mən onu gizlədirəm, qoymuram uşaqları görsün. Yəni zərər gətirməsinlər. Çünki uşaqlar da anlamırlar, və bilər quş deyəndə əl vurmaq olar, eləmiyorlar, amma bu olmaz. Yəni zərifdirlər. Yaxşı, gəl. Sən yerə qoyun. Sağ olun. Biz çəkilişimizi eləyək, bu da getsin yerdə. Lazım olan ərzaqları demək istəyirəm. Yəni 1 stakan şəkər, 3 stakan un, 1 stakan qatıq dolu ağzına qədər, yarım stakandan biraz aşağı duru yağdır. Yağdakı evdə nə var? Məndə zeytun yağıdır. 3 yumurta, ağlı, sarılı, vanil və soda. Sizlərlə çox rahat, hasan videolarla paylaşıram. İnşallah abunə olub like koyun. Daha çox gözəl reseptlər görmək istəyirsinizsə qarşınıza çıxım. Yəni video paylaşan kimi ilk siz görəsiniz, gəliklarım. İndi isə qab götürürəm. Hamısı baş verəcək mikserdə yox. Mikser istifadə eləmirəm, yəni mikseri batırmırıq. Ona görə bir qab götürürəm. Sadəcə bir qabın içində belə. Hamısı baş verəcək bir qabın içində. Heç nə bulaşdırmadan, yəni mikser bulaşdırmadan. Qaçışdıranımı da götürürəm. Bu şəkildə çəkəcəm ki, sizə rahat olsun, göstərə bilim. Necə rahat, hasan və dadlı. Əsas da ki, yəni dediyim kimi, heç nə batırmırıq da, bir qabın içində bunu hazırlayırıq. Çox vaxt aparmır. Ona görə yumurtalarımı sındıram. Ay, bismillah. Yumurtalar qaçır. Yumurtaları bir-bir sındıram. Xarabı olmasın deyə bir-bir sındıram, tökürəm. Bismillah. 1 2 3 yumurtanı tökdüm. Üzərinə tökürəm şəkəri. Bunu qəşəng qaçışdırıram. Yumurta ilə şəkəri qatışdırdım. Üzərinə tökürəm qatığı. Bismillah. Və onun da üzərinə sodanı gətirim. Soda əvəzinə istəsəz qabartma da əlavə edə bilərsiniz. Yəni dediyim kimi soda daha çox üstün verirəm. Qatığın üzərinə soda tökürəm bu qədər. Yarım çay qaşığı. Qəşəng qatıqla bir yerdə qatışacaq, belə reaksiyaya girəcək. Onu da qəşəng qatışdırırıq. Mən qabartmanı, videomda demişdim, qabartmanı uşaqlara görə alıram. Onlar xoşlayırlar, şirniyyat hazırlayanda qabartmadan istifadə etsinlər. Mən soda sevirəm, istifadə edeyim. Yerindən qoyuyorum. Bunu da gətirəm. Çünki 1 stakan tökmüşdüm. Onu 2 stakana hələ qalır. 2 stakan da əlavə etmək lazımdır. Qatığı da tökdüm. Sodanı da tökdüm. Yağı.
əlavə edirəm. İstəsəz kərə yağı da əridib tökə bilərsiniz, əgər evdə varsa. Yəni düşünməyin əminə hansı yağ olsun da. Dediyim kimi nə yağ varsa. Allah verəndən. İnşallah. Hamısıyla dadlı olur. Əsas yağı olsun normasında. Bu da belə. Görürsünüz nə rahatdır. Heç nə 2-3 dəqiqə vaxt aparır. Unu eləmişəm. 1 stakan əlavə edirəm. Qatışdırıram. İndi üzərinə yenə tökəcəm. Prosta bu stakana töküb göstərdim ki sizə. Yəni biləsiniz hansı stakanla. Prosta rahat olsun sizə. Ola bilər də kimdəsə o qram ölçən yoxdur. Belə daha rahatdır göstərəndə. Çünki 1 stakandan belə duru olur. 1 stakan da əlavə edirik. Üçüncünü də doldururam, amma birdən tökmürəm, gözləyirəm. Yəni həmişə dediyim kimi birdən tökməyin də hissə-hissə. Ola bilsin ki, ona görə çox olar, qatı olmaz. Bunu qatışdırım. Vanil. Vanil də üzərinə tökün. Vanilsiz olmur. Vanili çox sevirəm. Bunun da 3-cü stakanın da yarısını əlavə edirəm. Göstərəcəm ki, necə olmalıdır massa. Mən yarısını istəyirəm şokoladlı eləyəm. Uşaqlar şokoladlı daha çox sevir. İndi zövqə görə də yarısı ağ qalar, yarısı elə. Hazırlayanda çox vaxt şokolad vurmuram, kakao eləmirəm də. Elə belə ağ biskvit hazırlayıram. Bu da super olur da, qəşəngdir. Sadəcə şokoladlı da xoşlayırlar evdə. Ona görə. Baxın, istədiyim massa alınır. Belə olur. Düşünürəm bunu əlavə etməyim də. 2 stakan yarım tam bəs eləyir. Töküm yerinə. Yığışdırın buraları. Davamını çəkeyim. Bir daha göstərim massanı. Baxın. Belə bir massa alınır. Bu şəkildə. Belə massam qablarımı da gətirirəm. Bir şey də demək istəyirəm sizə. Məndə bu qablardan mən 6 dənə, 7 dənə, 8 dənə bəs eləməlidir. Bilirəm də raşotu. Göstərdiyim kimi bu belə qablardır. Bu şəkildə. Yəqin ki çoxların evində var. Bu mamamın ceyizidir. Mama həmişə Özbəkistana gedəndə oradan almışdı. Özünə ceyizlik. Aldırmış eldən. Çox da yəqin ki, illər də üst-üstə gəlsək, bayağı uzun müddətdir. Buna görə bunları da hazırlayacağım. Amma sizdə lüboy kəsə olsun. Baxın, göstərim. Belə glina qabları var. Baxın, bu glina qablarını da hazırlaya bilərsiniz. Sonra belə bir qablarda da hazırlaya bilərsiniz. Yəni hamısında, yəni qorxmayın da. Yəni qorxmayın, heç nə olası deyil. Yəni çatlamayacaq. Maskura maskuraları göstərdiklərimdən də istifadə edə bilərsiniz. Yəni fərqi yoxdur da evdə. Hasandır, nə varsa əlinizin altında. Amma sobanı qabaqcadan isti etməyin. Çünki birdən-birə istiyə girəndə çat verə bilərlər, partlaya bilərlər. Ona görə lazım deyil. Biskvitləri tökəndən sonra, hazır olandan sonra ki, sobaya aparırıq bişməyə və onda sobanı yandırırıq. 180 dərəcədə 20 dəqiqə bişəcək. Qabların içinə dediyim kimi bişirməyə yağlı kağız istifadə etmirik. Qabların içini sadəcə olaraq qəşəng yağlayırıq. 2 stikan köməkliyi ilə hər tərəfini qəşəng yağlayırıq ki, çox qəşəng çıxsın. Belə çıxsın, yapışmasın. Yağlamaq lazımdır. Hamısını belə qəşəng yağlayıram. Meli gəldi. Milim gəlmişdi. Nə olmuşdu? Yağdır ya, hələ yəm deyir ki. Kömək edirsən. Sən kömək eləmirsən ki, sən yeməyə gəlirsən. Yemək acıyanda yadıma düşürəm. Nə olmuşdu bu oğlanma? Bu şəkildə hamısını yağlayıram. Yağlamışam. Çömçənin köməkliyi ilə tökürəm.
Baxın, belə. Göstər. Yaxından göstərim. Can, ne olmuştu? Balam öskürmüştü. Can, ne yedin ki elə oldun? Buna baxın. Can, ne olmuştu balama? Su verin Mili. Peki su içersen boğazında kaldı balamın. Al. Bu şekilde çömçen kömeliğine dökürəm. Kenarları bata bilər, ola bilər də. Yəni onda salfetka nəsilin, hələ qoymayın. Nədir kamera gəlib üzümə baxırsan belə. Belə, dediyim kimi ağzına qədər doldurmuruq. Yəni ağzına qədər doldurmuruq belə. Ay. Yox, yəni çox ağzına qədər doldurmuram, bu qədər yetərlidir. Çünki qalxacaq, şişəcək. Milim də şişəcək. Nə olmuş? Yiyib, şişib. Git babasıyla. Git özün üçün, git gəz də. Hani iqruşkaları? Milyon iqruşkaları var, oyuncaqları. Göstərəcəm indi sizə. Qabını qoyun, bişsin. Belki belə gülməli gələr ki, quşun da oyuncağı olar. Videonu sona qədər izləyin. Görəcəksiniz ki, milyonun iqruşkaları var və onunla necə həvəsli oynayır. Yəni inanılmaz bir şeydir. Uşaqlarım öyrədib. Keyfdir də. Yəni onunla biz darıxmırıq keyfdə. Həm adamı əsəbləşdirir balaca uşaqlar kimi. Çünki də arxasıca ancaq yığışdırmaq lazımdır. İstər-istəməz yeyirsə də quşdur da batırır. Ona görə postoyanla əlimizdə salfetka, əski, ştobu təmizləyək. Yoxsa buraxsaq milyon bir gün evdə bizsiz qalsa evi pis günə qoyar. Ona görə hay gedirik, özümüzün aparırıq. Həm ev təmiz qalır, əsasdakı milyon darıxmaz. İndi mən istəyirəm ki, bir 4 dənə belə, 4 dənə də şokolad da hazırlayıram, kakao əlavə edirəm. Belə bir dolu qaşıq, yəqin ki, bəs eləyər. Biraz da döküm. Dediyim kimi, amma yandırmıram. Yəni sobam soyuqdur. Yığıram hamısını bir dəfə qoyuruq, yerləşir tam. Meliba, sənə də yer qaldı bir dənə. Gəl burada səni qoy. Şo. Sobanı dediyim kimi indi yandıracağım. Yəni soba soyuqdur. Bu qədər. 180 dərəcədə 20-25 dəqiqə hazır olacaq inşallah. Baxın, bir şeylə paylaşıram. Dediyim kimi iqruşkaları ilə gizlətmişəm ki, görməsin də. Yedi, səsini eşitdi. Meyli, bura gəl. Bax, bu onun iqruşkalarıdır. Gəl bura, gəl bura. Belə göstərim ki, siz də görəsiniz. Ay, aha, Meyli. Gəl, 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 gəl. Hoppa, gördünüz? Bakın, çok sevir. Balamın iqruşkaları. Ay. Sonra demeyin ki görmediniz. Kuşlar da iqruşkalarla oynuyor. Nerede? Balamın iqruşkalarıdır. Çok sevir bunları. Bununla dövüşür. Akıllı sen onu. At yere, at yere. Vur onu, vur. Vur, at yere. At yere. Balamı hərdən əsəbləşdirir, vur. Ayma, at onu, at. Gördünüz? Sonra demin ki, quşlar dalaşmır. Milimizdən də bu qədər. Baxın, iqruşkalarına baxır, durub ortadakı. Mən onları tərpədim. Tərpədən kimi balam coşur.
Yerim ben seni. Ona göre ben onu it adlandırıram da itdi mən bola itdi it. Ay. Все, yeter bəsdir. Bugünlük bu qədər. Bugünlük kukla mətbəxdə, hə Mili? Milyonun Türkləri. Tek şef deyiləm də deyin. Böyle bir şey görmüşdünüz. Kommentdə yazılmaya çok maraqlıdır. Kimisi evində var belə quş. Deyirlər ki, qolurlar, mirni olurlar. Çox mirnidirlər, çox. Amma baxın, içindən iştaha çıxır. Şu, yeter, bəsdir. Sonra oynayarıq. Bu qədər. Belə, bizim günümüz bu cürdən. Mil də mənim... Yo, oynamıram, Mili oynamıram. Yiyirsən, ged ye. Oynamıram. Gid qızların yanına. Ged. Gid qızlar oynatsın. Uşaqlar həmişə yerdə göstərərəm bir dəfə də sizə ki, yerdə futbol oynayırıq. Yəni, indi yəqin ki, ilkdən desəydim ki, milyonla futbol oynayırıq. Yəqin ki, o da sizə qəribə gələrdi ki, nə deyir? Da, Lalə nə deyir? Amma inanın, gəncliklər, na samом деле, milyon dəhşət bir şeydir də. Yəni, indi bunu ki gördünüz, bu iquşkalarla belə oynayır. Top var, balaca toplar. Ayağımızla vururuq özümüz üçün də. Biz atırıq, mən qıza, qız mənə belə milyon da qaçırdan belə vurur, qəşəng. Və belə qrupamız var, futbol komandamız var. Hə, Mili, səndən danışıram da, balam nələr bacarır. Bəsdir demiş, maşallah balama. Bulumu düz deyməsin. Mən deyirəm, baxışınlar belə qəşəng, simpatikniyəm mən. Krasovçikam mən. Çox havalıdır, çox. Nədir? Akıllım məni. Bəsdir, balamı mən çox göstərdim. Mənə deyirlər ki, milyonu çox göstərmə. Göz deyər. Baxın, maşallah yazın, ya da maşallah deyin. Balama baxın, hamısı maşallah desin. Göz deməsin balama. Süper. Hazır oldu. Söndürüm. Dadan. Baxın nə qəşəngdir. Balaca dağlara oxşayır. Vulkana da oxşayır. Vulkan dağlarına. Taxta ilə yoxladım. Baxın. Baxmayaraq ki, deyirsiniz ki, hündürdür. Gör hara qədərdir hündürlüyə. Baxın nə qəşəng bişib. Heç nə yapışmıyor. Bu qədər hazır, tez, rahat. Mənə baxa-baxa, video baxa-baxa, bir də təzdən başa verin. Gedin hazırlayın, qəşəng. Qəşəng, Mili hara getmisən? Bunlar belə qəşəng qabarıyığım. İstidim. Amma isti-istili göstərmək istəyirəm ki, yapışmır. Dediyim kimi yağlasaz çox rahat çıxacaq, hasan çıxır da. Emin gelirsin. Göstərmək istəyirəm ki, yəni, bismillah, baxın, gördünüz. Ey, göbələk oxşayır. Bu şəkildə göbələk oldu, hə? Gördünüz, yapışmır. Baxın, rahat çıxır. Bunu göstərmək istəyirdim ki, düşünməyəsiniz ki, ay, o necə çıxartmaq çətindir. Birində əllərim yansa da sizə göstərəcəm. Bismillah. Çox. Bir damcı belə vururuq, biraz belə. Ay Allahım. Baxın, gördünüz? Dadank. Gedin, çay dəmləyin. Bunu hazırlayın, atın. Çay dəm alana qədər keks hazır. Oturun, yiyin. Necə qəşəng, möhtəşəm pişib. İndi qaynardı, tüsü də çıxır da. Sıfır.